Burada çıxış etməkdən böyük məmnunluq duyuram. Bugün sizə intraoperativ ultrasonografiya, yəni beyin əməliyyatlarında EOS tətbiqindən danışacağam. Pasiyentimizdir. Bizə müraciət səbəbi aşağı ətraflarda ağrı və gücsüzlük idi. Parapareziya var idi və hipoesteziya var idi. Daha öncədən T11, T12 kondrosarkoma səbəbilə əməliyyat olmuşdur. Biz onu yenidən əməliyyat etdik. Əməliyyat edərkən korpektomiya, yəni T11 və 12-ci fəqrəni tamamən çıxartdıq. Gördüyümüz pirop görüntü, sagittal KT, postop aksial MRT, postop KT-miz əlimizdə yoxdur. Sol tərəfdəki görüntü əməliyyat öncəsi görüntüdür. Orada qara görsənən onurğa beynidir. Onurğa beyninin ətrafında ağ bir sahə var, o törəmədir. Digər tərəfdə isə törəmənin çıxdığı və o qara sahənin genişlədiyini görürük. Hətta qara sahənin içindəki santral kanaldır, ağ olan və o kanalın genişlədiyini də görürük. Yəni onurğa beyni rahatlamışdır. O sağda hərəkətli strukturlar ağciyərlərdir. Korpus çıxarılmışdır. Korpus çıxarıldıqdan sonraki görüntüdür. Sümük olarkən görüntü əldə edə bilmirik. Soldakı pirop, sümük çıxarıldıqdan həmən sonraki görüntü. Gördüyümüz kimi sol tərəfində geniş bir lezyon var. Bu əməliyyat əsnasındakı ultrasəs görüntüləri. Biz sümüyü çıxartdıqdan sonra ultrasəslə görüntü əldə etdik. Digər pasiyentimiz 67 yaşında qadın idi. Biganəlik və baş ağrısı ilə bizə müraciət etmişdi. Motor və defisiti yox idi. MRT görüntüləri, əməliyyat öncəsi və əməliyyat sonrası. Patologiyası diffuz böyük B hücrəli limfoma idi. Rezeksiya etdik. Rezeksiyada uzi istifadə etdik. Gördüyümüz kimi üst tərəfdəki əməliyyat öncəsi görüntülərdir. Sağ üst tərəfdəki görüntüdə Dopplerdə istifadə etdik. Orada ən başda olan qırmızı sahə anterior serebral arteriyalardır. Dolumu görürük. Sonra isə intensiv bir sahə var. O şişin olduğu sahədir. Altdakı görüntüdə isə o sahənin olmadığını görürük və şiş çıxarılmışdır tamamən. Ultrasonla bunu görə bilirik. Həmçinin anatomiyanı dəyərləndirə bilirik. Orada ventrikullər görsənməkdədir. Kustiruslar və mədəciklər tam görsənir. Xoroid plexus hiperexoid görsənməkdədir soldakı görüntüdə. Anatomiyanı qiymətləndirmək olur ultrasəslə. Lezyon görsənməkdədir. Soldakı görüntü piropdur, sağdakı görüntü isə postop görüntüdür. Digər pasiyentimiz 16 yaşlı qadın pasiyentidir, qız uşağı idi. O bizə radioloqlar tərəfindən ADEM sendromu və biopsiya məqsədi ilə göndərmişdi. Amma biz ona əməliyyat etdik. Əməliyyat zamanı EOS istifadə etdik və patologiyamızda diffuz astrostoma grade 2 idi. Gördüyünüz kimi sümük pəncərə, yəni kraniotomiya edildikdən sonra ultrasəs istifadə edir. Soldakı görüntüdə ağ görsənən sahə, yəni hiperexoik sahə törəmədir. Biraz yaxınlaşdırdığımızda sol tərəf oksipital lobun ödəmli olduğunu, ortadakı ağ sahə sagittal sinusdur. Həmçinin hemisferi və göstərdiyimiz yer mərkəzi sulkusdur. Qarşı tərəfin parenximi, o sagittal sinusdur. Biz pasiyenti 2 dəfə əməliyyat etmək məcburiyyətinə qaldıq, çünki bizə ADEM sendromu deyə gəlmişdi. Birinci biopsiya etdik, sonra isə onkologlara yönləndirik. Onkologlar oksipitaldakı lezyonu da xaric etməyimizi istədi və gördüyümüz kimi birinci əməliyyatda ultrasəs görüntüləri, hətta ultrasəslə posteriordakı lezyonu da görə bilirik. Üstünlükləri nədən ibarətdir? Sürətlidir, iyonlaşdırıcı radiasiya yoxdur, istifadə sahələri, strukturları, hərəkəti və funksiyanı görmək üçün naviqasiya MRT-dən fərqli olaraq beyin shiftini aradan qaldırır, yəni real time qərar veririk. EOS və neyronaviqasiyanın qarşılaşdırması və biri statikdir, biri real time'dır. Mənfi cəhətləri istilik enerjisi absorbiyası, yəni istilik yaradır. Kavitasiyada qaz qabarcıqları yarada bilər. Trening lazımdır. Bütün kəllə daxil şişlər, abses, damar lezyonlar və anadan gəmir lezyonlar operativ ultrason tətbiq edilərək asanlıqla görüntülənə bilər. Rum surəsi 22-ci ayət Quranda. Burada göylərin və yerin yaradılışı, dillərimizin və rənglərimizin müxtəlifliyi də onun qüdrət əlamətlərindəndir. Yəni səsin nəslinə yaranmasının səbəbi Allahdır. Digər tərəfdə hepsin, hemin, hi, sneidesis, teos, yəni vicdan tanrının içimizdəki səsidir. Səsin əlaqəli maraqlı yazıları da ona görə qoydum. Təşəkkür edirəm diqqətiniz üçün. Minnətdaram.